Axşamınız xeyir, suallarınızı verməmişdən öncə Qəbələ haqqında danışmaq istəyirəm. Mən məşqçimi, Kaxanı və komandasını ürəkdən təbrik edirəm. Çox yaxşı komandadır. Zaten oyundan əvvəl də bilirdik. Uşaqlara da həddindən artıq nə qədər bu komandaya qarşı zaten burada oynamaq çətindir, Qəbələdə oynamaq çətindir. Bunu da birinci hissə görsətdi. Amma xüsusilə də bu komandaya qarşı hansı ki, mən fikirləşirəm ki, səmimi sözlərimdir. Qələbədən sonra yəni, sevincək olan insanın bir sözləri deyil. Yəni, nə qədər düşünürəm ki, bu vaxta kimi biz bunların oyunlarını analiz edəndə görürsən ki, bütün komandalara qarşı üstün futbol oynayırlar. 10 nəfərə qaldıqlarına baxmayaraq Qarabağa qarşı 1-0 yenildi. Oyun 1-0 oldu, 2-0 sonda. 2-0 sonda, hə. Yəni, bütün oyunları da qalib gəlirdilər, istər bir neçədən oyun saya bilərəm, istər Arazla səfərdə, istər Zirə ilə burada. Yəni, doğrudan da çox yaxşı komanda olmağa predindentdir. Yəni, bu günləri məncə bu şəxs mənim işimdir, baş məşqçisi qalxıb məndən yaxşı bilər, amma fikirləşirəm ki, o biraz keyfiyyət baxımından, keyfiyyət də oyuncu keyfiyyəti biraz təcrübə ilə də gələn bir şeydir. Həmən təcrübəyə bağlı bir keyfiyyətlə bağlı, yəni biraz da optik yıxılsalar bu komanda fikirləşirəm ki, bu günləri olduğu yerdə deyil, yuxarı yerlərdə əminəm ki, olacaq. Qəbələ haqqında ancaq xoş sözlər, təbrik edirəm. Bir də həm futbolçuları, birinci hissədə nə qədər neçə dənə momentləri var idi. Yəni, gördüyü işə halal olsun deyirəm, çox yaxşı komandadır. Biraz uzun danışacağım, yəni nə demək istəyirəm, yəni hər komanda meydançada, sözün əsl mənasında hər şeyi düz eləməyə çalışan komanda bu günləri reddir. Bəlkə bunun qıraqdan baxanda sezə bilmirsiniz, amma bizim işimizdir deyə, çünki biz bunları futbolçularımıza göstəririk. Hər bir oyuncu nə etmək lazım olduğunu çox yaxşı bilir. Bu da mən fikirləşirəm ki, bizim yəni, baş məşqçimizin işidir, yəni Kaxanın işidir. Halal olsun, təbrik edirəm. Öz futbolçularıma həddindən artıq minnətdaram. Ağır bir bariyeri aşdılar, mən bu oyunla bağlı deyirəm. Yəni, birinci hissədə nə qədər çətin idi, təngi nəfəslik, ağırı, qaçmaq istəyirsən, alınmır. Bəzi oyuncuların bu səbəbdən oyundan düşmələri. Amma ikinci hissədə zaten biz bilirdik, elə birinci hissədə buna görə heyəti qurmuşduq. İkinci hissədə də bu düşüncələr idi. Bilirdik ki, açılışacaq, çünki Qəbələdə ömür boyu mən də oynamışam, belədir, açılaşacaq və ondan sonra biz artıq daha təhlükəli ola bilərik. Bunu da ikinci hissədə göstərdik. Bütün futbolçulara təşəkkür edirəm. Bizə qoşulub, yəni azərkeşlər ki, bura gəldilər, əziyyət çəkdilər, uzun yoldu, öz komandasının yanında oldular. Gələnlər, gələ bilməyənlər, hamısına sağ ol deyirəm. Biz isə yolumuza davam edirik. Qələbə münasibəti təbrik edirəm. Təngi nəfəslik dediniz, Edvin Kuçla, Elvin Camalovun uzun müddətdə oynamırdı deyə oynadı. Bu, düşünmürsünüz ki, ona bir riskə getmişdiniz bununla? Yox, risk deyildi. Bu oyundan əvvəl düşüncələr idi, sırf bu oyunla bağlı. Çünki bu atmosferlə bağlı, bu hava ilə bağlı, bu meydança ilə bağlı. Biz bilirdik ki, daim burada məşq edən komandanın avantajı bizdən daha çoxdur. Rəqibin hücumlarını almaq istəyirdik, qabağını, ortanı möhkəmləndirmək istəyirdik. Yəni, fikir bu idi. Alında alınmadı, mən bunu deyə bilmərəm. Sırf bu və ikinci hissədə artıq, məsəl üçün, oyunun əvvəlindən Metyonu düşünə bilməzdi. Sən təsəvvür etsən ki, oyunun əvvəlindən Metyo bu atmosferə düşsəydi, bu təngi nəfəsliyə, bu razminkalar zadı oyunun eləməsəydi, biz Metyonu ümumiyyətlə düşüncə o idi, biz itirə bilərdik. Sırf buna görə saxladıq ki, biz bilirik də Metyonun hazırlığı nə qədərdir və fikirləşirəm ki, hər şey də yaxşı alındı. Samir, mən də heyətlə bağlı soruşacaqdım. Sesi Almeydanın oynamaması məhz bu ab-havaya uyğunlaşa bilməməsi ilə bağlı idi mi, yoxsa başqa bir səbəb var mı? Yox, bu səbəb bu deyil. Sadəcə düşündü ki, yəni buranı tanıyan uşaqlar Camalovdur. Məsəl üçün, Kuş da uzun müddət bizdədir. Yəni, bunlar da bizim oyunculardır. Biz də hökman sesi oynayacaq deyə bizim qabağımızda, biz də kiminsə qabağında belə qol çəkməmişik. Yəni, bütün oyuncular hazır olmalıdır, oynamalıdır və düşüncə sadəcə bu idi. Sesindən və heç bir futbolçuyla da yəni, keçmiş oyunlarından bəlkə bir şeylər çıxarda bilərlər, amma belə bir şeylər yoxdur. İcazə varsa bir sualda.
Hücum üçlüyünü dərhal 3 futbolçunu eyni anda dəyişdiniz və bu dərhal öz effektini verdi ilk dəqiqədə və ondan sonra da Neftçi hücumda aktiv görünürdü. Bu növbəti maçlarda start heyətə təsir göstərə bilərmi bu? Məhz o sonradan meydana daxil olan futbolçunun daha effektiv olması. Yəni bu günləri biz konkret bu oyunçular çıxdı, bu havanı dəyişdi, gücləndirlər. Ona görə biz qərarları vermirik gələn oyuna görə. Yəni biz bir neçə dəfədir ki, özünüz şahidi olmusunuz. Sumqayıtın digər bir neçə oyun ki, hansı ki dəyişmişik, həmən girən oyunçular nə qədər effekt veriblər. Təhlükə yaradıblar, təzyiq yaradıblar. Amma görürsünüz ki, heyətdə, yəni oldu məsəl üçün Sumqayıtla Luça yaxşı girdi, gələn oyunda Sumqayıt o biri oyunda oynadı heyətdə, sırf ona görə yox idi bəzi gedişlər. Amma yəni özünüz görürsünüz ki, o birisi oyun başqası oynadı. Yəni bu günləri kimsə yaxşı girdi, kimsə yaxşı girmədi. Yox, mənə lazımdır ki, mən düşünürəm ki, hamımıza lazımdır ki, hamısı top vəziyyətdə olsun. Forma olaraq top vəziyyətdə olsun, ondan sonra bizə çox rahat olacaq. Təbrik edirəm qələbə münasibətlə Sami müəllim. Oyundan sonra Mehdiyə iradlarınızı bildirdiniz. Əgər sir deyilsə, bilmək olardı. Heç bir iraddan söhbət getmirdi. Sadəcə yəni onun duruşu ilə bağlı, meydançada duruşu ilə bağlı istəklərimiz idi. Bir də ki, oyunu iki hissəyə bölsək, bu birinci hissə və ikinci hissə olar, yoxsa Abbakarın meydana daxil olana qədər və ondan sonraki bölümü kimi deyək? Yox, biz əgər böləsi olsaq nəyəsə, iki hissəyə bölsək daha yaxşı olar. Yəni Abbakar təcrübəsini qoydu. Başa düşürük, Abbakar da bizim oyunçumuzdur. Yəni amma ikinci hissədə özünüz görürsünüz ki, birinci hissəyə baxanda nə qədər yığışdıq, rəqibə demək olar ki, moment də vermədik. Yəni oranı moment də vermədik. İkinci hissədən söhbət gedir. Yəni biz oranı nə düzəltdiksə, burada da uşaqlar yığışdılar, xeyli şeyləri düzəltdilər. Yəni fikirləşirəm ki, hissəyə bölünmək istəyirsinizsə, hissəyə bölün. Sami müəllim, son günlər müzakirə mövzusu yerli qapısı ilə bağlıdır. Milliyə, yəni oynayan, davamlı çıxış edən yerli qapısı tapa bilmirik. Onlardan biri Rıza Cəfərov idi ki, millinin əsas qapıçısı idi, amma baxırıq ki, Neftçi ona şans verilmir. Mövzusun əvvəlində də xəbərlər var idi. Rızanı istəyən var, icarəyə gedir, qalır və qaldı və oynamır. Yəni bunu saxlamaq əvəzinə göndərmək, oyun praktikası daha çox olsun deyə belə məqsədə uyğun olmazdımı daha çox? Bu qərarları klub verir, bu qərarları biz veririk. Nə məqsədə uyğundursa klub yaxşı bilir. Yəni bu günləri biz istəyirik ki, qapı xəttində istədiyimiz və çoxdan arzuladığımız və ona nail olduğumuz, işlərimizi də ona görə qurduğumuz hər bir pozisiyada həddindən artıq böyük rəqabət olsun. Bu istər yerli qapıçı olsun, istər legioner qapıçı olsun, biz üçün fərq eləməz. Yəni biz də özümüzü düşünürük. Abbakar barədə sualı konkretləşdirim. 20 dəqiqə oynadı bugün. Onun gələn oyunda ən azı yarım saat oynama hazırlığını görürsünüzmü, fiziki hazırlığını? Yarım saat 45 dəqiqə. Oyundan asılıdır, bəli görürəm. Çünki eləncə futbolçu var ki, yəni 45 dəqiqə meydançada durar. Yəni məşqçi bunları da göz qabağına alar ki, bir şeylər eləyər də bir də momentdən çıxardır. Abubakar həmən futbolçulardandır. Yəni bu günləri Abubakar kimi futbolçuların sırf fiziki durumu ilə bağlı qərarlar da biraz vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun. Var. İlkin Sultanlı, Sport Biraz qələbə münasibətlə təbrik edirəm. Neftçinin mövsümdə ikinci qələbəsidir. Siz də qəbul edirsiniz ki, bu iki qələbə Neftçi üçün 9 turda azdır. Əlbəttə qəbul edirik, amma biz necə durmadan analiz də edirik də. Bax, bizim o birinci başladığımız 2-3 oyuna biz tam ideal vəziyyətdə deyildik. Oyunçular baxımdan gec-zədəllər qoşulma. Yəni, nə itirdiksə orada itirdik. Onları itirməsədik, hətta ondan sonra oynadığımız, yaxşı oynanlar, doğrudan da yaxşı oynayıb komanda, oynadığımız və heç-heçi elədiyimiz oyunlar da belə analiz eləsən böyük problemli görsənmir. Yəni, o çempionatın əvvəlində və hansı ki oyunda hökman sən orada xal qazanmalıydın, onun, yəni, deyilən sözlərə cavab veriləsi də belə bir şey yoxdur ki, hökman udmalıydın. Onları biz uda bilsəydik, bu günləri biz artıq bəlkə də ən yüksək yerlərdə idi. Amma biz indi arxaya baxmaqla o peşmançılığı çəkmirik. İnşallah
özünüz görürsünüz də hər oyun çempionatın hər turda bax nişyalar. Yəni bu normal bir şeydir. Bu belə də davam eləyəcək. Yəni biz isə ancaq qalib olmaq üçün işimizi quracağıq.